Bunu yadda saxlayın, bax bu sözümü, mən bu sözün də əmin doğruluğunu heç bir şübhəniz olmasın yəni. Mübahisəsizdir bu. Şeytan və müasir qərb sivilizasiyası, qərb mədəniyyəti, sivilizasiya desək düz olmaz. Şeytan və onun törədiyi, yaratdığı bu düzən ləzzət düşmənidir. Bu başlıca xüsusiyyəti budur. Biz deyirik ki, onlar dəyərlərin düşmənidir. Deyirlər ki, dəyəri nə edir? Dəyər, olsun da dəyər. Mənə dəyər lazımdır, mənə ləzzət lazımdır. Başa düşmürük ki, dəyərsiz insan ləzzət ala bilməz. Elə çıxır ki, sanki məsələn onlar ləzzətlərə dəvət edir, biz dəyərlərə. Dəyərin müştərisindən çox ləzzətin müştərisi var. Bəli, insanlar riyakarcasına dəyərlərdən danışa bilər. Ürəyində deyəcək ki, mənə keyf lazımdır. Amma çıxıb efirdə deyəcək dəyərlər filan. Amma içdə insanların içində bu ləzzət alma istəyi var. Sən dəyəri niyə ləzzətə qarşı qoyursan ki? İnsan Allah tərəfindən yaradılıb ki, zövq alsın. Hər anından, hər dəqiqəsindən zövq alsın.